Salam aleyküm değerli dostlar, değerli izleyiciler. Bu günler Binəqə qəsəbəsində sizlere çok möhtəşəm ve güzel bir həyət evimizin çəkilişinə gəlmişəm. Evimizin qiyməti 165 bin Azərbaycan manatına paket kupçalı olan bir həyət evidir. Bu arada Ayşə xanımın əlaqə nömrəsi 055 570 96 40. 051 452 60 Rövşən bəyin əlaqə nömrələridir. Bəli değerli izleyiciler, vaxt itirmədən dərhal zəng edin, gəlin belə bir gözəl və möhtəşəm eviniz olsun. İndi isə nə edirik? Ya Allah deyib təqdimata keçirik. Başladı. Salam aleyküm değerli dostlar, değerli izleyiciler. Bugünler Binəqə qəsəbəsində sizlere çok güzel ve möhtəşəm 2 mərtəbəli, həyəti geniş olan paket kupçalı həyət evimizin çəkilişindəyik. Evimiz tam təmirlidir, alt üst ayrıdır, otaqlar çok geniş ve iridir. Birinci mərtəbə ilə tanışdığımızı aparaq sizə. Koridoru var birinci mərtəbənin. Böyük, geniş, iri bir zalımız mövcuddur değerli izleyiciler, gördüğünüz kimi. Sonra daxil oluram evimizin mətbəxinə. Gördüyünüz kimi çox səliqəli, geniş, iri bir mətbəxdir. Sonra evimizin uşaq otağı, dəyərli izləyicilər, gördüyünüz kimi evimizin burada sizə tanış edim yataq otaqlarını və bu birisi yataq otağı. Yer istif oldu, bu arada onu demək istəyirəm. Bütün sanitar qovşağının aksesuarları var. Yeri istif oldu, tam təmirli evdir. Paket kupçadır. 100 qiyməti 65 bin Azərbaycan manatına, reallıq olsa endirmə olunacaq. Kombi sisteminə qədər hər bir şey hazır. İndi isə qalxırıq ikinci mərtəbənin təqdimatına. Sona qədər izləyin dəyərli izləyicilər. Kanalımızı bəyənin. Ətraf yaşayışlı gördüyünüz kimi Binə Bolluq massivində yerləşir evimiz. İkinci mərtəbənin girişi gördüyünüz kimi kombisi, radiatorları hamısı öz yerində. Yenə İkinci mərtəbə zalı işıqlıdır, çox səliqəlidir gördüyünüz kimi. Və daxil oluram mətbəxinə. İkinci mərtəbə mətbəxidir dəyərli izləyicilər. Giriş ayrı-ayrıdır. 2 böyük ailə üçün tam yararlıdır. Qiyməti də çox münasibdir. 165 min paket kupça. Həyəti böyük, genişdir. Reallıqla buyurub əlaqə saxlaya bilərsiniz. 055 570 96 40 051 558 08 28. Gördüyünüz kimi hər bir şey hazır. Belə bir möhtəşəm evi əldən buraxmayın. Allah hər kəsin xeyrini versin. Amin Rəbbil aləmin.